Allah iki şeyi haram eləyir. Ya ləzzətli deyil, sənə elə gəlir ləzzətlidir. Deyir, olmaz, sən deyirsən, ləzzəti mənə haram eləyir. Xəyaldan çıx qırağa, xəyaldan çıx kənardan bax. Onun adını sənə kim deyib ki, ləzzətli? Yalandan başvalladıblar sənin, bəziyiblər səni, sənin üçün. Şeytanın işinə də odur da, bəzir ki, mahiyyətcə ləzzət deyil, ləzzət kimi göstərir. Sən deyirsən, ləzzətlidir, mənə qoymur Allah bunu eləməyə. Allah da deyir ki, ləzzətli deyil, sənə elə gəlir. Bir özüvə gəl, bir özüvə gəl, gör necədir. Sənin fikrini təhrif eləyir, başqaları tərifləyir. Adamlar var, məsələn, ağ-qara bir şey rəngli göstərir adam. Dünən getmişdi bir yerdə filan, heç də yox idi orada. Dünən getmişdi, bir dənə toy var idi. Nə olsun, toy yəni nə idi, məsələn, nə var idi? Heç nə. Şişirdir, bəzir sənə üçün. Şeytanın işi budur, bax. Bəzi dostlar olur, şişirdirsən, küçüdür, şişirdir, fikir vermə. Dostu da tanıyırsan. Şeytan belə bir şeydir, təxminən. Belə bir şey. Nə gözəlliyini şişirtmə, nə dərdini. Adam da var, dərdini şişirdir. Çox çətindir, çox. Heç bir çətinlik yoxdur. O qədər də çətin deyil, bunu şişirtdiyi qədər.